Türkiyə geniş diplomatik fəaliyyət nəticəsində Amerika Birləşmiş Ştatlarının qarşıdurma əleyhinə sanksiyalar aktının ləğvini təmin edib. Bu barədə Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Nyu-Yorkda mətbuat konfransında məlumat verib. Fidan əlavə edib ki, Prezident Rəcəb Tayyip Ərdoğan ABŞ prezidenti Donald Trampı 2026-cı ildə Ankarada keçiriləcək NATO sammitinə dəvət edib. Siyasi şərhçi Kənan Novruzov ABŞ-Türkiyə arasında mövcud gəlişməni Today Press TV-yə şərh edərkən bildirib ki, Donald Trump biznesmendir. Buna görə də bütün siyasi proseslərə biznesmen təfəkkürlə yanaşır. Stat: ABŞ-Türkiyə münasibətləri özünə məxsus xarakter daşıyır. Xüsusilə Trump ikinci dəfə hakimiyyətə gələndən sonra tərəflər arasındakı xüsusi xarakter daha aydın şəkildə özünü göstərməyə başlayıb. Trump biznesmen təfəkküründədir. Buna görə də bütün siyasi proseslərə biznesmen təfəkkürü ilə yanaşır. Onun siyasətə baxışı belədir. Mənə istədiyimi ver, sənə istədiyini verim. O məhz bu yanaşmanı əsas tutur və təzyiqdən, diktədən daha çox yumşaq gücə üstünlük verir. Statın sonu. Onun sözlərinə görə demokratların dövründə ABŞ-Türkiyə münasibətləri sərt və təzyiq yönümlü idisə, Trumpın dövründə daha yumşaq və kompromisçi yanaşma üstünlük qazanıb. Stat: Bundan fərqli olaraq demokratların, xüsusilə də keçmiş prezident Joseph Bidenin siyasəti fərqli idi. O təzyiq və diktəyə üstünlük verirdi. Buna görə də Bidenin dövründə ABŞ-Türkiyə münasibətləri daha sərt xarakter daşıyırdı. Trump dövründə isə tamam başqa mühit formalaşdı. Statın sonu. Analitik düşünür ki, sanksiyaların ləğvi müsbət olsa da Türkiyənin ABŞ qarşısında müəyyən öhdəlikləri olduğu ehtimal olunur. Stat: Təbii ki, sanksiyaların ləğvi müsbət addımdır. Ancaq bu eyni zamanda onu göstərir ki, Türkiyədə ABŞ üçün müəyyən öhdəliklər götürüb, yaxud götürmək üzrədir. Bu, Rusiya-Ukrayna müharibəsi ilə yaxud yaxın şərqdəki proseslərlə bağlı ola bilər. Statın sonu. Ekspert vurğulayıb ki, artıq Türkiyə dünyada qlobal siyasi aktora çevrildi. Həm yaxın şərqdə, həm də Şərqi Avropada söz sahibidir. ABŞ ilə Türkiyənin mövqeləri çox vaxt üst-üstə düşsə də, bəzi hallarda Vaşinqtonun Türkiyənin roluna ehtiyacı yaranır və ya Birləşmiş Ştatlar Türkiyənin bəzi addımlarından narazı qalır. Belə vəziyyətlərdə ABŞ Türkiyədən müəyyən siyasətini və ya addımlarını korrektə etməyi tələb yaxud xahiş edə bilər. Qarşılığında isə sanksiyaların ləğvi kimi addımlar atıla bilər. Çox güman ki, bu məsələdə də tərəflər arasında razılaşma əldə olunub. Analitika hesab edir ki, Trumpın Ankaraya dəvət olunması isə tərəflər arasında müsbət dinamikanın, qarşılıqlı anlaşmanın və bir-birinin mövqelərinə hörmətin göstəricisidir. Jalə Rövşən, Namiq Abbasov, Today Press TV.